Nömrə 15-də verib 8 ilə -6 AX plus 4Y bərabərdir 32. Tənliyinin həlli olarsa A-nı tapın. X-ım nədir? X, Y cütüdür. Birinci X gəlir, sonra Y gəlir. X-in yerinə A ilə X-in arasında vurma var. X-in yerinə 8 qoyuram. 4-ün yerinə -6 qoyuram. Bərabərdir. Neçə olur? 32 olur. 8-a 6 vuraq 4-üm 24 olur. Bərabərdir 32-yə. Çıxmazsa aşağıda üstə gəlmə olur. 32-nin üzərinə 24 gəlirəm. 8A bərabərdir 6, 56 olur. A bərabərdir 56-nı bölürəm neçəyə? 8-ə. Vurmadı, aşağıda bölüm olur. A bərabərdir neçə olur? 7 olur. A-nın hansı qiymətində? 7 qiymətində B variantı. Sonra nömrə baxaq neçəyə? 16-ya. 2x plus y bərabərdir 3-ə, 9x plus ky bərabərdir 7-yə. Düz xətləri paraleldir. K-nın hansı qiymətində? Bu nədir? Sistem tənlikdir. Sistem tənlikdə necə idi? K1 K2-yə bərabərdir B1 B2-yə fərqlidir. Yox. K1 K2 nədir? A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 fərqlidir C1 bölünsün C2. Onda nə olur? Paralel olur. Bunu da götürmürəm. Götürürəm 2-nin 9-a nisbəti bərabərdir Y-in KY-ə nisbəti. Y-lər gedir. 2 bölünsün 9 bərabərdir 1 bölünsün K qalır. Vururam 2K bərabərdir 9-a. Vurmadı, aşağıda bölümü olur. 9-u 2-yə bölürəm, 4,5 düşür. Olur hansı variant? B variantı. Sonra nömrə 17 də buna aiddir. Yenə yazacağım. 2x plus 5y bərabərdir neçəyə? 8-ə. 3x plus ay bərabərdir neçəyə? 5-ə. K1 A1 A2-yə nisbəti B1-in B2-yə nisbəti C1-in C2-yə fərqlidir olmalı. Bəli, 8 ilə 5 fərqlidir. Atıram bunu. 2 bölünsün 3 bərabərdir 5 bölünsün A-ya. 2A bərabərdir 15-ə. Vurmadı, aşağıda bölümü olur. 15-i 2-yə bölürəm, 7,5 olur. Olur hansı variant? A variantı. Nömrə baxağın neçəyə? 18-ə. Nömrə 18-də x çıxılsın y, üstə gəlinsin 4 bərabərdir 0 verib. Ordinat oxu ilə kəsişmə nöqtəsini tapın. Ordinat oxu nədir? OY-dir. OY nədir? Ordinat oxudur. OY ordinat oxudursa, ordinat oxu ilə kəsişibsə, x-ım nəyə bərabərdir? 0-a bərabərdir. X-in yerinə harda x var? Yerinə 0 qoyuram. Plus 4 bərabərdir 0-a. Mənfi y bərabərdir nəyə? Mənfi 4-ə. Y də bərabərdir nəyə? 4-ə. İndi x-ım x, y cütüdür. X-ım nə oldu? 0 oldu. Y-im nə oldu? 4 oldu. Oldu hansı variant? D variantı. Nömrə baxağın neçəyə? 19-a. 2x plus 3y çıx 8 bərabərdir nəyə? 0-a. Absis oxu ilə, yəni OX oxu ilə, OX oxu ilə deyirsə, deməli y-im nə olmalıdır? 0 olmalıdır. Harda y var, yerinə nə qoyacam? 0 qoyacam. Çıx 8 bərabərdir nəyə? 0-a. 2x plus 0 çıx 8 bərabərdir 0-a.
2x bərabərdir. Mənfi 8 bərabərliyin bu üzünə keçir. 8 olur. X bərabərdir. Vurma da aşağıda bölümü olur. X-ım nə oldu? 4 oldu. X, Y cütü götürülür. X-ım 4'dür. Y-im 0'dır. 4, 0 harda var? B variantında var. İndi baxaq nömrə neçəyə? 20-yə. A-nın hansı qiymətində x plus ay bərabərdir 5. Düz xəttin qrafiki ordinat oxunu kəsmir deyir. Ordinat oxunu kəsmir. Gəlin qrafiki çəkəyin. Y nədir? Ordinatdır. X nədir? Absisdir. X nədir? Absisdir. Ordinat oxunu kəsmir. Yəni ki, x-i kəsir. Ordinatım nədir? 0'dır. Yəni sabitdir. X bərabərdir. Neçə olur? 5 olur. Bəli. X bərabərdir 5 olur. İndi Bunu bir də nömrə, deyirsən. bax, x plus ay bərabərdir 5'dir. Deyir ki, A-nın hansı qiymətində? İndi bax, bura x-dır, bura nədir? Y-dir. İndi deyir ki, ordinat oxunu kəsmir. Nə yazdım mən? Bura y-dir, bura x-dir. Ordinat oxu nədir? Y-dir. Absis oxu nədir? X-dir. İndi deyir ki, ordinat oxunu kəsmir. Yəni ordinat oxunu kəsmir. X-i kəsir. X-i bax kəsdi. Y nədir? 0'dır. İndi x plus a vurulsun 0 bərabərdir 5'ə, x bərabərdir 5'ə. Aha, deməli harda kəsir? 5 nöqtəsində absisi kəsir. A variantı. Nömrə 21-də. İndi necə eləyəcəksən Pəri? X-ım nədir? Mənfi 1'dir. Y-im nədir? Mənfi 8'dir. İndi burada A-nın hansı qiymətində? Burada misalda səhvlik var. X-in yerinə mənfi 1, Y-in yerinə mənfi 8 qoyuq. A-nın yerinə mənfi 1 qoyacağıq. X-i tapacağıq. Mənfi 1 x minus plus 8 bərabərdir 4'ə. X da bərabərdir mənfi 4. X da bərabərdir 4'ə. Burada səhvlik var. C variantı. X-i tapırıq. Əslində A-nı tapmalıyıq. Sonra baxaq nömrə neçəyə? 22-yə. İndi bizə belə bir misal veribdir. 2x plus y bərabərdir 4'ə. Və indi bunu necə eləyəcəyik? Deməli, Y-im nədir? Ordinat oxudur. Y-im nədir? Ordinat oxudur. Y-im B-yə bərabərdir. X-ım isə A-ya bərabərdir. İndi bax, məsələn, düsturumuz hansı idi? Y bərabərdir kx plus nədir düsturumuz? B deyilmi? Hə? Kx plus B-dir. Y bərabərdir 4 çıxılsın nə yazacağım? 2x yazacağım. Y bərabərdir mənfi 2x plus nə yazacağım? 4 yazacağım. Bu şəkilə gətirdimmi? İndi Y-ə 0 qoyaq, x-i tapaq. Bir dəfə Y-ə 0 qoyaq, x-i tapaq. Mənfi 2x plus 4 bərabərdir 0'a. Mənfi 2x bərabərdir mənfi 4'ə. X bərabərdir 2'yə. Bir dəfə də x-a 0 qoyaq, y-i tapaq. Y bərabərdir 4 çıxılsın, 2 vurulsun 0. Y bərabərdir nəyə? 4'ə. Y-im nə oldu? 4 oldu. İndi gəl qrafiki tapaq. Bura y-dir, bura x-dir. Y-i harda kəsir? 4 qiymətində. X-ım nədir? X-ım nədir? 2'dir. X-ım da 2'dir. Onda harda kəsir? Belə kəsir. Bu cavab harda var? 4, 2. Y variantında. Y variantında var. Nömrə 23'ə baxalım.
Deməli, bizim tənliyimiz necədir? Y bərabərdir. Kx plus nədir? B-dir tənliyimiz. İndi kx plus B-dirsə, y minus 2x bərabərdir 6 verib. Y bərabərdir yazmalıyam da, 6 plus nə yazmalıyam? 2x yazmalıyam. Tənliyim x birinci gəlib. Y bərabərdir 2x plus 6 olur. Tənliyim budur. 2x plus 6'dır. İndi bizə y-i bir dəfə 0 qoyaq. X-i tapmaq üçün 2x plus 6 bərabərdir nəyə? 0-a. 2x bərabərdir nəyə? Mənfi 6-ya. X bərabərdir mənfi 6-nı 2-yə bölürəm. Neçə düşür? Mənfi 3 düşür. İndi bir dəfə də y-ə 0 qoyuram, x-i tapıram. X-im nə oldu? Mənfi 3 oldu. İndi y-ə 0 qoyanda 2x plus, y-ə 0 qoymuşam, indi x-a 0 qoymalıyam. İndi x-a 0 qoyuram. Y bərabərdir 2 vurulsun 0 plus 6. Y bərabərdir neçə oldu? 6 oldu. İndi koordinat oxumuzu çəkək. Bu y oxumdur, ordinat oxum. Bu da x-imdir, absis oxum. X-im burada müsbətlər yerləşir, müsbət sonsuzluqdur. Bura isə mənfi sonsuzluqdur, yəni ki, mənfi 3 buradır. Y-in 6 qiyməti yüksəkdə olur, aşağılar isə mənfi olur. Deməli, harada kəsir? Bax, burada kəsir. 6 mənfi 3 olur. Hansı variant? C variantı. Nömrə 24-ə baxağın. 2x çıx 3y çıx 12 bərabərdir nəyə? Suala. Sıfıra. İndi deyir ki, koordinat oxlarının əmələ gətirdiyi üçbucağın perimetrini tapın. Perimetrini tapın. Gəlin tapağın. Düsturumuz y bərabərdir. Kx plus b deyilmi? Mənfi 3y bərabərdir. 12 plus 2x-a. Hər tərəfi 3-ə böləcəm. Y bərabərdir. Mənfi 4 minus 2 bölünsün 3 x-a. İndi x-in birinci gəlməlidir. Y bərabərdir. Mənfi 3-də 2 x minus nəyə? 4-ə. İndi belə tapdım. Bunu belə tapdım. Axı bizə elə demir. Aha. Koordinat oxları deyir. Koordinat oxları deyirsə, bax, koordinat oxu. Koordinat oxunun əmələ gətirdiyi. X-i bir dəfə 0 qoyacam. Bir dəfə də y-ə 0 qoyacam. X-a 0 qoyuram. 2 vurulsun 0 çıx 3y minus 12 bərabərdir 0-a. X-a 0 qoydum. Mənfi 3y bərabərdir 12-yə. Y bərabərdir mənfi 4-ə. Y-ə mənfi 4 tapdım. İndi y-ə 0 qoyuram. İkinci. Bu birinci. Y-ə 0 qoyanda 2x çıx 0 çıx 12 bərabərdir 0-a. 2x bərabərdir 12-yə, x bərabərdir 6-ya. X-a nə tapdım? 6 tapdım. İndi gəlin koordinat oxumuzu çəkək. Bu y oxumdur, bu x oxumdur. X-im 6-dadır, y-im mənfi 4-dədir və buradan keçir. Burada nə yarandı? Üçbucaq yarandı. Baxın, burada bir dənə nə yarandı? Üçbucaq yarandı. Bu üçbucağın perimetrini tapın. Buradan bura 4-dür. Bax, Pəri, sən deyənə gəldi. Mənfidirsə mütləq qiymət götürürük. Nə götürürük? Müsbət götürürük. 4 götürürük. Buradan bura isə 6-dır. İndi buranın düzbucaqlı üçbucaqdır da bu, perpendikulyardır. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı 36 bərabərdir. Bax, bu x-dir. X-in kvadratı bərabərdir. 4-ün kvadratı plus 6-nın kvadratına. 16 plus 36-ya.
neçə elədi? Kök altda 52 elədi. Kök altda 52, 13 vurulsun 4 deyilmi? 4-dən nə çıxdı? 2 çıxdı. Bu da nə oldu? Kök altda 13 oldu. 2 kökdə 13 oldu. Uşaqlar, bura neçə oldu? Hipotenuzun 2 kökdə 13 oldu. Məndən də perimetri soruşur. Perimetr bütün tərəflərinin cəmi deyilmi? 4 plus 6 plus 2 kökdə 13 bərabərdir. 10 plus 2 kökdə 13. Elə cavabımız varmı? Var, Y variantı. İndi məsələn, nömrə 25-i bir də izah eləyirəm, yaxşı yadınızda qalmaq üçün. 4x plus 3y minus 24 bərabərdir 0-a. İndi x-a bir dəfə 0 qoyuram. 4 vurulsun 0 plus 3 vurulsun y minus 24 bərabərdir 0-a. 0 plus 3y minus 24 bərabərdir 0-a. 3y bərabərdir 24-ə, y də bərabərdir 8-ə. Birinci, indi ikinci, y-ə nə qoyuram? 0 qoyuram. Y-ə 0 qoyuramsa, 4x plus 3 vurulsun 0 çıx 24 bərabərdir 0-a. 4x bərabərdir 24-ə, x bərabərdir 6-ya. İndi koordinat oxumu çəkirəm. Bura y oxumdur. Bura isə x oxumdur. Uşaqlar, x-im 6-dır. Müsbət tərəflər buradır. Y-im 8-dir. Bura 8 yazıram. Buradan çəkirəm belə. Deməli, baxın, belə keçir. Düz çəkin. Aha. İndi buradan bura 8-dir. Buradan bura 6-dır. Burada x-dir. Uşaqlar, düz bucaqlı üç bucaqdır. Bura perpendikulyardır. X oxu, y oxuna həmişə nə olur? Perpendikulyar olur. İndi, baxın, bu üç bucaqda x-in kvadratı nəyə bərabərdir? X-in kvadratı nəyə bərabərdir? Katetlərin kvadratları cəminə. 64-ün üstünə 36 gəlirəm, eləyir 100. 100-dən də köknə çıxır, 10 çıxır. Deməli, bura neçəymiş? 10 imiş. Məndən nəyi soruşur? Üçbucağın perimetrini soruşur. Perimetrdə üçbucağın tərəflərinin cəmi deyilmi? 12, 14, 14 ilə 10 da 24. Olur hansı variant? A variantı. Nömrə 26-ya Biz o baxalım. üçbucaq çəkdik. Orada hansı düsturdan istifadə elədik? Kateterlərin düsturundan. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı bərabərdir katetlərin nəyinə? Kvadratlarının cəmi. Cəminə. Düzbucağın qarşısındakı hipotenuz olur, bitişiklər katetləri olur. Bildim. 8-in kvadratı, bir də 6-ın kvadratı. Aha. Düzbucağın qarşısındakı hipotenuz olur. Nömrə baxağın neçəyə? 26-ya. S 3, 3, D -5, -5. Keçən düz xəttin tənliyini deyir, tapın. Bir dəqiqə uşaqlar. Aha. D 3, 3. Deməli, burada x-dır, bu y-dir. Bu x-dır, bu y-dir. Ay müəllim, bu x-im də 5-dir, y-im də 5-dir. İkisi də eynidir. Deməli, aha, x nəyə bərabərdir? Y-ə bərabərdir. Olur hansı variant? D variantı. Nömrə 27 də ona aiddir. Məsələn, nömrə 27-də nə veribdir? A -1, 1 veribdir. B 1 -1 veribdir. X-dır, Y-dir. Y nəyə bərabərdir? -x-a. Bu x-dır, bu y-dir. X nəyə bərabərdir? Bircə dəqiqə. Y də nəyə bərabərdir? X da nəyə bərabərdir? X da bərabərdir nəyə? -y-ə. İndi düz xəttin tənliyini deyir, yazın. Gəlin, fikirləşəyin, tapağın. X, Y-in
X Y-in əksidir. Deməli, Y-in bərabərdir nəyə? Mənfi X-a. Baxın, uşaqlar. Ay müəllim, burada axı X bərabərdir mənfi Y-dir. X bərabərdir mənfi Y eləmək üçün mənfi 1-ə vuranda mənfi X bərabərdir Y ola bilir də. Y bərabərdir nə oldu? Mənfi X oldu. İndi B variantına baxın. X plus Y bərabərdir neçə oldu? 0 oldu. Y bərabərdir neçə olur? Mənfi X olur da. Deməli, B variantı uyğun gəlir. Nömrə 28-ə baxın. X plus BY plus C bərabərdir 0. O X oxuna paraleldir. Baxın. Bu Y oxumdur. Bu isə X oxumdur. Deyir ki, o X oxuna paraleldir. O X oxuna nədir? Paraleldir. Deməli, X-im 0-dır. Y-imi kəsir. X-im sabitdir. X-im 0-dır. Ancaq Y-imi kəsir. Sizə dedim, X nə xəttidir? A-dır. A nəyə bərabərdir? 0-a. A-nın 0-a bərabər olan qiyməti D variantındadır. Məsələn, orada trigonometriyada tangens alfa demək, K bərabərdir nəyə? Tangens alfaya. Tangens alfa keçəcək. Tan alfa yazılır indi. Sinus alfa bölünsün kosinus alfadır. Kotangens alfa tangensin tərsidir. 1 bölək tangens alfadır. Bax, 1 bölək, məsələn, 2-nin tərsi 1 bölək 2-dir. 2-də 1-in tərsi 1 bölü 2-də 1-dir ki, bu da 2-yə bərabər olur. İndi kotangens alfanın tərsi 1 bölü tangens alfadır. Trigonometriyada bundan sonra keçəcəm. Skalyar hasilini də keçəcəm. Ondan sonra trigonometriyə keçəcəm. Yəni ki, orada izah eləyəcəm. Tangens alfadır. Kotangens tangens alfanın tərsidir. Yəni ki, tangens alfa buna bərabərsə, kotangens kot alfa bərabərdir. Bunun tərsi nə olur? Kosinus alfa bölünsün sinus alfa olur. İndi yaxşı. Bu hardan alınır? Tangens alfa, tangens 60 dərəcə bərabərdir. Sinus 60 dərəcə, sinus alfa bölünsün kosinus alfa daxı. Alfa 60 dərəcədir. Ona görə 60 dərəcə yazıram. Sinus 60 dərəcə, baxın, bu sinusdur. Bu kosinusdur. Bu 0 dərəcədə 0 olur. Bu 1 olur. Baxın. Bax, bunu belə əzbərləməyi yadınızda saxlayın. 0-dan sonra 90 dərəcə gəlir. 90 dərəcə gəlir. 0-ın üstünə 90 gəlin. Nə eləyir? 90 dərəcə eləyir. Bu 1 olur, bu 0 olur. Bunun üstünə 90 dərəcə gəlin, 180 dərəcə. Bu 0 olur, bu 1 olur. Bunun üstünə 90 dərəcə gəlin, 270 dərəcə. Bu 0 olur, bu mənfi 1 olur. Bax, belə əzbərləyin. Belə əzbərləyin. Sonra, indi görün hardan aldım. Sinusla kosinus. 30 dərəcə, indi 30 artır. 60 dərəcə, 90 dərəcə. Bir də 45 dərəcə var. Sinus 30 dərəcədə 2-də 1-dir. Kosinus 30 dərəcədə kök altı 3 bölünsün 2-dir. Bunun 2-də 1 qiyməti, bax, bunun 2-də 1 qiyməti bura gəlir. Bunun kök altı 3 qiyməti bölünsün 2 bura gedir. Belə əzbərləyəcəksiniz. 30 dərəcədəki qiyməti bunun 60 dərəcədəki qiymətidir. Bunun 30 dərəcədəki qiyməti bunun 60 dərəcədir. 45 dərəcədə də hər ikisi eynidir. Yox. Hər ikisi eynidir. Əl vurmayacaqsınız. 90 dərəcədə də dedim də 0, 90 dərəcə, 180 dərəcə, 270 dərəcəni də belə əzbərləyəcəksiniz. 0, 1, 1, 0, 0, mənfi 1, mənfi 1, 0. Belə əzbərləyəcəksiniz. Və orada tangens 30 dərəcə verir.
60 dərəcə verir. Müəllimə, bunu səliqəli yazıb atarsınız tezliklə. Aha, yaxşı. Trigonometriyada başa salacağım. İndi tangens 60 dərəcədəkini hələlik əzbərləyin. Bu nə deməkdir? Sinus 60 dərəcə bölünsün nə deməkdir? Kosinus 60 dərəcə deməkdir. Sinus 60 dərəcədə nə alır? Baxın, kök altı 3 bölünsün 2. Onu səliqəli yazıb atacağım sizə. Trigonometriya dərsində. Bu da 2-də 1-dir. İndi bölək. Kök altı 3 bölünsün 2 böl 2-də 1. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir vurmaya keçir. Nə oldu? Kök altda 3 oldu. Gördünüz mü? Tangensin 60 dərəcədəki qiyməti nə oldu? Kök altda 3 oldu. Bunu trigonometriya dərsində izah eləyəcəm. Onda əzbər şəklində əzbərləsəniz də yadınızdan çıxmayacaq. Yoxsa belə gecə-gündüz vaxtınızı keçirəcəksiniz, əzbərləyəcəksiniz. Bu gün əzbərləyib sabah yadınızdan çıxmaqdansa belə yadınızda saxlamağınız məsləhətdir. Yaxşımı?